Bugünkü dərsimiz Rusiyanın Azərbaycanın işğala başlamasıdır. 16-cı əsrdə Volqaboyu türk dövlətlərini, yəni Qazan və Əşrəfan xanlığı Rusiya özünə birləşdirdikdən sonra, yəni işğal etdikdən sonra Xəzər dənizindən və Şimali Qafqaza yol açılmışdı. Sonrakı əsrlərdə aparılan uğurlu müharibələr nəticəsində 1-ci Pyotrun dövründə Rusiya imperiyaya çevrildi. Bu dövrdə Osmanlı dövləti müharibələr aparıb Şimali Qafqazda möhkəmlənən Rusiya imperiyası əsas hədəfi Cənubi Qafqaz idi. 18-ci əsrdə Azərbaycana 2 dəfə hərbi yürüyüş təşkil etdi Rus imperiyası və 1722-1723-cü illərdə 1-ci Pyotrun başçılığı və 1796-cı ildə Çar 2-ci Yekaterinanın generalı Zubovun başçılığı ilə, lakin Rusiyanın bu işğalçılıq planlarına baş tutmadığı üçün 19-cu əsrin əvvəllərində 1-ci Aleksandr və ondan sonraki Çar 1-ci Nikolay tərəfindən bu istək reallaşdırıldı. İndi Azərbaycanla bağlı işğalçılıq planlarına baxaq. 19-cu əsrin əvvəllərində Çar Rusiyasının xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın işğalından ibarət idi. Bu dövrdə Azərbaycanın daxili vəziyyəti mürəkkəbləşməsi Rusiya tərəfindən işğalı aşağıdakı amillər üçün şərait yaradırdı, yəni asanlaşdırırdı. Azərbaycanın parçalanmış vəziyyətdə olması, xanlıqlar arasında münasibətlərin kəskinləşməsi, Qacarlar dövlətinin siyasi qeyri-sabitlik, ölkədə siyasi birliyin olmaması, ara müharibələri, sosial-iqtisadi vəziyyətin ağırlaşması, Rusiyanın regionda güclənməsinə mane olan Osmanlının yaxşı sülhü ilə və Cənubi Qafqazdan, o cümlədən Azərbaycanın fəal siyasət yürütmək imkanından məhrum olması, Rusiyanın yaxın şərqdə əsas rəqibləri olan İngiltərə və Fransa fəaliyyətindən ciddi narahat keçirməsi, Qacarların İngiltərə ilə yaxınlaşması, hərbi maliyyə yardımı almağı nəzərdə tutan bəzi sazişlərin imzalaması Rusiyanın Qafqazla bağlı planına böyük zərbə vura bilərdi. Bunun üçün də ciddi addımlar atmağa başlamışdı. İndi burada baxacaq irticaçı söz var. İrticaçı nə deməkdir? Siyasi düşmən, mədəniyyət və tərəqqi düşməni idi. 18-ci əsrin sonu 19-cu əsrin əvvəlində Cənubi Qafqazda o cümlədən Azərbaycanda maraqları kəsişən dövlətlər bunlar idi. Hansılar? Rusiya məsələn. Cənubi Qafqaz o cümlədən Azərbaycanı işğal edərək Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirmək, Cənubi Qafqazı ələ keçirmək, Xammal mənbəyinə çevirmək Rusiya üçün Azərbaycan işğalı siyasi və hərbi əhəmiyyətli kəsb edirdi. Və bunlar hansılardır? Məsələn, Rusiya Osmanlı rəqabətində qüvvələr nisbətində öz xeyrini dəyişə və dağlılar müharibə almağa şərait yaradardı. Şərqdə İngiltərə o şirkətinin insanına zərbə vura bilərdi, əgər Azərbaycanı, yəni Cənubi Qafqazı ələ keçirsəydi. İndi Qacarların marağına baxaq. Rusiyanın Azərbaycan və əsas desək, Cənubi Qafqazı xüsusilə də Azərbaycanın işğalının etməsinin qarşısını almağa çalışırdı. Daha sonra Osmanlı marağına baxaq. Rusiyanın Cənubi Qafqazda həmçinin Azərbaycan haqqında işğal planını pozmağa çalışırdı və daha sonra baxırıq İngiltərə və Fransa isə Rusiyanın Cənubi Qafqazda həmçinin Azərbaycan haqqında işğalçılıq planlarını pozmağa çalışırdı. Yəni demək olar ki, hər dörd dövlətin, yəni Qacar, Osmanlı, İngiltərə və Fransanın əsas istəyi Rusiyanın Cənubi Qafqazda Azərbaycanın işğalını, niyyətini başa çıxartmaq istəyidir. Azərbaycan xanlıqları varlığını qoruyub saxlamaq, xanlıqlar arasındakı münasibətləri tənzim etmək üçün Qacar sarayı Osmanlı dövləti Rusiya ilə razılaşmalı olurdular. Azərbaycana qarşı başda təhlükə Çar Rusiyası idi. 1801-ci ildə İngiltərə Qacar dövləti ilə siyasi və ticari müqavilə imzaladı və şərtlərinə görə İngiltərə hər hansı dövlətin Qacar dövlətinə hücum edəcəyi halda hərbi və maliyyə köməyi, yardımı göstərəcəyini öz üzərinə götürmüşdü. Ölkə bazarları İngilis tacirləri üçün açıq elan edilmişdi və bu müqavilədə İngiltərə Qacarların daxili işinə də qarışa bilərdi. İndi Rusiyanın Azərbaycan işğalına başlamasının əsas mərhələsinə baxaq. Birinci mərhələsi 1801-ci ildə Qafqaz şəhərlərinin bəzisi Azərbaycan xanları və Qacarlarla əlaqə yaratması Çar 1-ci Aleksandrın sarayında narazılıqla qarşılandı və 1801-ci sentyabrda imzaladığı mənifestə əsasən Şərqi Gürcüstan, yəni Qafqaz Çarının daxili müstəqilliyi ləğv olunaraq Rusiyaya birləşdirildi və Rus qoşunlarının komandanı Koring tərəfindən idarə olunan Gürcü quberniyası yaradıldı. Şərqi Gürcüstan tabeliyində olan Qazax, Şəmşədli, Borçalı sultanlıqları, Lorov və Pənbək Gürcü quberniyasına daxil edilərək Rusiyaya birləşdirildi. Qazax, Şəmşədli, Borçalı, Lorov, Pənbək Rusiya birləşdirməsi ilə Rusiyanın Azərbaycan şimalının işğal prosesi ilk addım atmış oldu və Rusiya Azərbaycan torpağının işğalına başladı. Bu hadisə Gəncə və İrəvan xanları tərəfindən etirazla qarşılandı. İrəvan xanı Məhəmməd xan Rusiyanın təcavüzkar siyasətinə qarşı daha qətiyyətli çıxış edərək Pənbəkçilərə işğalçılara boyun əyməməyə, onları Rus qoşunları işğal etdikləri ərazidə tərk edib İrəvana köçməyi təklif etdi. Xanın müraciəti ilə 600 Pənbəkçili öz kəndlərini tərk edərək İrəvana pənah gətirdi. İrəvan xanı eyni zamanda öz nümayəndəsini Tiflisə göndərərək Şahın fərmanına əsasən Pənbək vilayətinin ona məxsus olduğunu bildirdi. Şəmşədli ilə bağlı oxşar addım isə Gəncə xanı Cavad xanı addı. Lakin Azərbaycan xanları arasında birliyin olmaması bu cəhdləri nəticəsiz qoydu və baxacaq ki, 19-cu əsrin əvvəllərində Avropada gedən mürəkkəb siyasi proses Rusiyanın ehtiyatlı və düşünülmüş addım atmağa sövq etdi və işğaldan əvvəl müqavilə bağlamaqla özünü Azərbaycan xanlarının himayəçisi kimi qələmə verməyə, onları mümkün qədər özünə yaxınlaşdırmağa çalışırdı. Xanları Osmanlı və Qacar dövlətlərindən meyil etməməyə qarşısını almağa çalışırdı. Georgevski müqaviləsinə baxaq, 1802-ci ildə bağlanmışdı. 1802-ci dekabrında Qafqazdakı Rus qoşunlarının komandanı Koring, Başqırtıstan bir sıra feodal hakimləri Quba, Lənkəran xanlığı Georgevski müqaviləsi imzalandı. Digər Azərbaycan xanlığı nümayəndələri bu görüşə iştirak etmədilər. Bir qədər əvvəl Qacar sarayından göndərilən elçi onlara Fətəli Şahın hakimiyyətini qəbul etmək barədə fərman gətirmişdi. Georgevski haraydı? Şimali Qafqazda şəhər idi və 1822-ci ildə Qafqaz quberniyasının mərkəzi idi. 1802-ci ildə bağlanmış Georgevski müqaviləsinə əsasən müqaviləni imzalayanlar öz arzusu ilə Rusiya himayəsinə qəbul oluna bilər. Rusiya həmin xanlıqların müstəqilliğinə toxunmayacaqdı. Xəzər dənizində gəmisini inkişaf etdirməli idilər. Cənubi Qafqazda ticarətin genişləndirilməsini təmin etməli idilər. Rusiya
Azərbaycan xanlarını Qacar və Osmanlı dövləti təhlükəsizliyindən müdafiə edəcəyini vəd vermişdi. Georgiyevski sazişin əsas məqsədi İran, yəni Qacar təhlükəsizliyinə qarşı bir növ mübarizə təşkil edilir. Lakin Rusiya bu sazişlə Xəzər sahil bölgələri Gəncə işğalına hesablanmış taktik addım atmış olmuşdu. Çar Balakənin və İllisun işğalına baxaq. Ağa Məhəmməd Şah Qacarın Şuşada öldürülməsindən sonra xanlıqlar arasında yenidən meydana gələn qarşıdurma, ədavət Azərbaycanın vahid dövlətinin yaranmasına imkan vermədi. Bundan istifadə edən Rusiya 1801-ci ildə Qafqazın işğalına başladı. Qafqazdakı Rus qoşunlarının baş komandanı Koring yerinə təyin edilmiş general Pavel Sisyanov Azərbaycan işğalına başladı. Sisyanov ilk hədəfi Çar Balakən oldu və ona görə də Çar Balakən əsas əhəmiyyətli bir mövqedə dururdu. Bunun səbəbi isə Camaatların əlverişli mövqeyə malik olması, Gürcüstan-Azərbaycan içərisinə doğru uzanan yolun üstündə yerləşməsi, Rus qoşunlarının Bərazdan keçib Azərbaycan içərisinə doğru irəliləməsi üçün şərait yaradan mühüm strateji məntəqə olması, Rusiyaya qarşı Şimali Qafqazda görüşlənən dağlı xalqların azadlıq mübarizəsinin cənubları qəsdini kəsməsinə kömək etməsi idi. 1803-cü ilin əvvəlində Rus qoşunları Gürcü qoşunları ilə birlikdə Çar Balakənə hücum etdi. 1803-cü ilin martında Qanıq çayı, yəni Azan çayı sahilində döyüşdə Rus qoşunları qələbə qazandı. General Qulyakov Balakəni yandırdı. Çar işğal olundu. 1803-cü ilin aprelin 12-sində Tiflisdə Çar Balakən cəmaatını Rusiya təmsil edən General Sisyanov arasında antlı öhdəlik imzalandı. Şərtləri bunlar idi antlı öhdəliyin. Cəmaatın daxili müttəfiq saxlanaraq Rusiya himayəsinə keçdi. Çarlar Rusiyanın xəzinəsinə ipəklə xərac ödəməli idi. Çarlar sədaqət əlaməti olaraq Tiflisdə girov göndərməli və çarlar öz aralarında Rus qoşununa yerləşdirməli idi. Lakin Çarlar antlı öhdəlik şərtini yerinə yetirməməsi Qulyakovun 1804-cü ilin yanvarında Çara ikinci dəfə hücum etməsinə və şəhəri yenidən işğal etməsinə səbəb oldu. Lakin az sonra baş verən Zaqatala döyüşündə Çarlılar qələbə qazandı və general Qulyakov öldürüldü. Rus qoşunları Muxaq kəndinə doğru geri çəkildi. Bundan sonra 1804-cü ilin martın 29-da Sisyanov Çar Balakəni tutaraq özünə tabe etdi. Rusiya Çar Balakəndən sonra İlisi Sultanını da işğal etdi. Çar Balakən və İlisi Sultanın işğalı Rusiyanın faktiki olaraq Azərbaycana müharibəyə başladığını sübut edirdi. İndi baxaq 1804-cü ildə Gəncə xanlığı işğalı. Rusiya Çar Balakəndən sonra növbəti işğal hədəfi kimi Gəncə xanlığı seçməsinin səbəbləri bunlar idi. Gəncə xanlığının Rusiyaya qarşı mübarizədə digər xanlıqlara müraciət etməsi, Gəncə xanlığının 1-ci Aleksandrın 1801-ci manifestindən sonra Şəmsədləri bir müddət öz himayəsi altında saxlaması, Ruslar üçün Gəncənin işğalı digər xanlıqlara tabe etdirilməsi asanlaşdıra bilməsi və Rusların ölkənin içərisinə doğru sonrakı irəliləyişin açarı olması idi. Gəncənin təslimi aşağıdakı maddələrlə qəbul edilə bilərdi. Bu Sisyanovla Cavad xan arasında bağlanmış bir öhdəlik idi. Yəni ona göndərdiyi məktubda bu öhdəlikləri yerinə yetirilməsini bildirirdi. Cavad xan ümumi Rusiya padşahlığının tabeliyinə and içir. Qala Rus qoşunları topları hərbi sürətlə yerləşdirilir. Cavad xan Rusiyanın tabeliyində olaraq ixtiyarının öz ərazilərini idarə edir və Rusiya ildə 20.000 çervon xərac verir Rusiyaya və 1804-də həmin məbləği təcili ödəyirdi, yəni ilk olaraq. Qaladakı və Şəmşədli yolundakı üzərindəki ərzaqlarla, orduna ərzaqlarla təmin edirdi. Şəmşədli əhalisi Gürcüstan hökumətinin idarəsinə keçirdi. Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan öz oğlu Hüseynqulu ağanı Gürcüstan baş idarəsinə əmanət verməli idi. Öz oğlunu, yəni Gürcüstandakı baş idarəyə, yəni Qafqazın baş idarəsinə əmanət verməli idi. Ancaq bu şərtlərlə razılaşmır Cavad xan və görəcək ki 1803-cü ilin noyabrında Quruqoba adlanan yerdə baş verən döyüşdə Cavad xan müqavimət göstərsə də Gəncəyə doğru geri çəkilməli olur. Və 1803-cü ilin dekabrında Gəncə Rus qoşunları tərəfindən mühasirə alındı. Gəncənin müdafiəsində yerli əhali bir sıra qonşu xanların dəstələri də iştirak edirdi. Hətta Qarabağ xanı Gəncənin müdafiəsi üçün 2 top göndərmişdi. Bu zaman Fətəli Şah Qacar və Cavad xan müraciət etdiyi Azərbaycan xanları yardım etmədilər. 1804-cü yanvarın 3-dən 4-ünə keçən gecə Rus qoşunları Gəncəyə hücum etdi. Gəncə qalasını ermənilərin köməyi ilə Ruslar tutdu və Cavad xan və oğlu Hüseynqulu bəy qəhrəmanlıqla həlak oldu. Gəncənin işğalından dərhal sonra Gəncə xanlığı ləğv olunaraq Rus ordunun idarə etdiyi idarəyə çevrildi. Çar 1-ci Aleksandr Gəncəni öz arvadının şərəfinə Yezavitpol adlandırdı və Gəncə adının işlədilməsi qadağan olundu. Buna görə də xüsusi cərimə müəyyənləşdirildi. Gəncə xanlığının vasitələri asılında olan Samux hakimi də Rusiya tabeliyinə keçdi. Gəncənin işğalı nəticəsində Rusiya üçün mənəvi üstünlük yaranmış oldu. Digər xanların işğalına yol açıldı və onların taleyi faktiki olaraq həll edildi. Ruslar Azərbaycanın digər ərazilərində işğalı və gələcəkdə Xəzər sahilini çıxmaq üçün əlverişli məntəqə əldə etdilər. Rusiya imperiyası Cənubi Qafqazın hərbi strateji üstünlüyü əldə etmiş oldu. Rus qoşunlarının cəmləşmə yeri olan Gəncə qalası Azərbaycan xanlıqlarının işğalı üçün hərbi baza rolunu oynamağa başladı. Qacarlar Azərbaycanda ən mühüm dayiqlarından birini itirdilər. Xanlar arasında qazalarla münasibət tərəddüd yaranmış oldu. İndi baxaq dövrlərlə hansı ərazilər işğal olunub? 19 əsrin ilk rübündə, yəni 1825-ci ilə qədər Rusiyanın işğal etdiyi Azərbaycan torpaqları, 1801-ci ildə Qazax Şəmşədli Borçalı Pənbə Kiloru işğal olundu. 1803-cü ilin mart-aprelində Çar Balakən cəmaatlığı işğal olundu. Daha sonra ikinci dəfə 1804-də olacaq. 1804-cü il yanvarın 3-dən 4-ünə keçən gecə Gəncə xanlığı işğal olundu. 1804-cü ilin yanvarında Samux hakimliyi işğal olundu və 1804-cü ilin martında İlisi Sultanlığı işğal olundu.
İndi xəritəyə diqqətlə baxaq. Xəritədə biz əsasən hansı hissəyə baxacağıq burada? Bu hissələr 1801 və 4-cü illərdə işğal olunmuş ərazilərdir. Yəni Şorayel, Borçalı Sultanlığı, Qazax Şəmsədli Sultanlığı, Gəncə xanlığı, Carbələkən camaatlığı və bunların hamısı 1804-cü ildə işğal olundu. Yəni ilk hücum hədəfi olaraq buradan başlanıldı və bu ərazilər 1804-cü ilə qədər işğal olundu. Sonrakı mərhələdə baxacağıq. Birinci Rus-Qacar və ikinci Rus-Qacar müharibələrində ərazilər tamamilə tutulacaq Şimali Azərbaycan əraziləri və Ruslar Azərbaycanın şimalını öz himayəsinə, yəni öz torpağına qatmış olacaq. Ümidvaram dərs sizin üçün maraqlı olar. Oldu, çox sağ olun.